Salam əziz şagirdlər. Bugün 6-cı sinif 2-ci hissə riyaziyyat dərsindən səhifə 92, 93 və 94 olan tapşırıqlar izahını verəcəm. Səhifə 92-də silindrin səthinin sahəsi. Silindrin səthinin sahəsini tapmaq üçün siz bilməlisiniz ki, səth deyəndə tam səthi nəzərdə tutur. 2S oturacaq, üstəgəl S yanı toplayacaqsınız. Silindrin 2 oturacağı var. Oturacağı dairə olduğu üçün dairənin sahə cütürü pi r kvadratıdır. 2 dənə olduğu üçün 2'ye vurulur. Yan səthi də 2 pi r vurulsun h''dır. Beşinci tapşırığın A bəndi ilə başlayırıq. A bəndində bizə verilib. Bizə deyir ki, silindrin tam səthinin sahəsini tap və pi'yə 3 qiymət qoyacaqsınız. Silindiri bizə verib. Baxın, radiusu 5'dir. Bu radiusdur. Bizə verilən, yəni bura radiusdur. Bura silindrin hündürlüyüdür. Və burada sizə açılışını veribdir. 2 dənə dairədir, bir dənə də yan səthidir. Deməli, yazıram. Burada bizə nümunə də veribdir tapmaq üçün. Görürsünüz, ayrı-ayrı dairələrin sahəsini tapıb, bir də yan səthinin sahəsini tapıb. İndi biz də yazırıq. S oturacaq. Bərabərdir pi r kvadratına. Pi'nin yerinə 3 qoyuram. 3 vurulsun. R'imiz də 5'dir. H da bərabərdir 10'a. Pi vurulsun 5'in kvadratı, yəni 3 vurulsun 25. Yazacağım 75. Bu oturacağın sahəsi. Bura oldu 75. Burada 75. S yan da bərabərdir 2 pi vurulsun R vurulsun H. 2 vurulsun pi'ye 3. R'e 5, H'a da 10 yazıram. Deməli, bu da edəcək 300. 10 da buraya yazıram 300. Tam səthin sahəsi bərabərdir 2S oturacaq, üstəgəl S. 2'ni vuracaqsınız 75'e. Üstünə də gələcəksiniz 300'ü. Edəcək 450. Cavab 450. Keçirik bunun B bəndinə. Yeni baxın, bu bizə verilən radiusdur. Bu da hündürlüyüdür. Silindrin açılışı 2 dairə, bir düz bucaqlıdır. Dairənin sahə düsturu S oturacaq. Yenə yazıram. Pi vurulsun R'in kvadratı. R bizə verilib 2. Pi'yə yazacağıq 3 və hündürlüyümüz 8'dir. 3 vurulsun 2'nin kvadratı. 2'nin kvadratı 4 edir. 3'ə vurulsun 12. Yəni bu dairənin də sahəsi 12'dir. Bu dairənin sahəsi də 12'dir. Qaldı yan səthinin sahəsini tapmaq. S yan da bərabərdir 2 pi r vurulsun H. 2 vurulsun 3 vurulsun R'imiz 2'dir. H'ımız da 8'dir. 2'ni 3'ə vururam 6. 6'nı 2'yə vururam 12. 12'ni də 8'ə vururam 96. Tam səthinin sahəsini tapmaq üçün 2 vurulsun S oturacaq 12. Üstəgəl yan səthi 96. 24 ilə deməli 96'nı toplayacağım. 0 yazıram. 1 yadda 12, 120. Tam səthimiz də oldu. Deməli yan səthimiz oldu 96. Tam səthimiz oldu 120. 5-ci tapşırığı bitirdik. Keçirik 6-cı tapşırığa. Yine bizə tam səthin sahəsini istəyir. A variantına baxaq. Bu dəfə açılışını verməyibdir. Deməli, R bərabərdir 1,5. H bərabərdir 6. Pi'yə də deyir ki 3 qoy. S tam bərabərdir 2 pi R kvadratı üstəgəl 2 pi vurulsun R vurulsun H. Bərabərdir 2 vurulsun 3 vurulsun 1,5'in kvadratı. 2 vurulsun 3 vurulsun 1,5 vurulsun 6. Deməli 1,5'in kvadratı 2,25 eləyir. 2,25'i vuracağım 2'ye. 0 yazıram. 1 yadda 5, 2. 2,5. Bu da edəcək 4,5. 4,5'de 3'ə vursaq 0 yazsaq 5 yad 0. 5 yazıram. 1 yadda. Bu da 13 və cüdür. Siz də özünüz hesablaya bilərsiniz. Bu edəcək 13,5 üstəgəl. Deməli, mən birinci 2'ni vururam. 1,5'e 3 eləyir. 3'ü vururam. Buradakı 3'e 9 eləyir. 9'u da 6'ya vururam. 54 eləyir. O da bərabərdir 67,5. Hesablamanı özünüz eləyə bilərsiniz.
B variantına baxırıq. Verilənləri qeyd edək. Baxın. Burada sizə diametr verilibdir. Bu verilən diametrdir. Əgər diametrimiz 8-dirsə, diametr bərabərdir 2 yerə. Radiusu tapmaq üçün diametri 2-yə bölməlisiniz. Yəni 8 böl 2. Diametrimiz etdi 4. Bu da bizim hündürlüyümüzdür. H də bərabərdir 4-ə. Pi-yə də yenə 3 yazacağıq. Tam səthin sahəsini tapaq. 2 vurulsun, pi vurulsun, pi r kvadrat üstəgəl 2 pi r h-dır düsturumuz. Verilənləri qoyuruq yerinə. 2 vurulsun, 3 vurulsun, r-imiz 4-dür. 4-ün kvadratı. 2 vurulsun, 3 vurulsun, 4 vurulsun, h da 4-dür. 2-ni 3-ə vururam 6, 6-nı da 16-ya vururam 96. Burada da eyni şəkildə 96. Bu da bərabərdir 2, 1 yadda 9, 192. B variantında cavab etdi 192. Sonra C variantına baxırıq. Bu bizə radiusdur verilən. Bu radiusdur. R bərabərdir 40-a. Bu hündürlükdür. H bərabərdir 52. Yenə pi-yə 3 verəcəyik. S tam bərabərdir. Düsturumuz eynidir. 2 pi r kvadratı üstəgəl 2 pi r h. Yəni 2 vurulsun, 3 vurulsun, 40-ın kvadratı üstəgəl 2 vurulsun, 3 vurulsun, 40 vurulsun, 52. Bərabərdir. 2-ni 3-ə vururam 6, 6-nı da vururam 40-ın kvadratına. Bu da edəcək 9600 üstəgəl 2-ni 3-ə vururam 6, 6-nı vururam 40-a. 240, 240-ı da 52-yə vururam. Edir 1000, 12480. Bunu da 9600 ilə toplayanda 22080 edir. Altıncı tapşırıq bitdi. 7-ciyə baxırıq. Konserv qablarının yan səthini örtmək üçün kağızlardan istifadə olunur. Eni konserv qabının hündürlüyünə bərabər olan 2 metr uzunluğunda kağız neçə belə konserv qabının yan üzünü örtməyə çatar və pi-yə deyir 3,14 qoy. Əvvəlcə baxırıq bura. Burada bizim hündürlüyümüz 18 santimetrdir. Deməli, diametr verilibdir 12 santimetr. Buradan radiusu tapa bilərik. Diametri 2-yə bölərək 12 bölünsün 2 bərabərdir 6 santimetr. Bir də deməli kağızın eni konserv qabının hündürlüyünə bərabərdir. Konserv qabının hündürlüyü 18-dir. Bura 18 yazıram. Uzunluğu da 2 metrdir. Bu 18 santimetrdir. 1 metrimiz 100 santimetr olduğu üçün 2 metri çevirmək üçün 2-ni vurursunuz 100-ə edəcək 200 santimetr. Bura gətirib 200 yazıram. Əvvəlcə S yanı tapaq silindir formalı qabda. 2 pi r vurulsun h. 2 vurulsun 3,14 vurulsun 6 vurulsun 18. Bərabərdir. Edəcək 678,24 kvadrat santimetr. Bir də burada sahəni tapıram. 18 vurulsun 300. Bu da edəcək 3600 kvadrat santimetr. Neçə qaba çatacağını hesablamaq üçün 3600-ü bölməlisiniz 678,24-ə. Əvvəlcə hər birini 100-ə vurursunuz ki, vergüldən azad olsun. Yuxarıda olacaq 360.000, aşağıda da olacaq 667.824. Bunu da böləndə yuvarlaq olaraq bir cavab yazacağım. Bizə lazım olan tam hissədir. Burada 5 tam düşür. Yəni 5 belə konserv qabının yan üzünü örtməyə çatar. 8-ci məsələyə baxırıq. Düz üçbucaqlı prizma formasında olan şokolad qutusunu bükmək üçün yan səthinin sahəsindən 10% əlavə kağız lazımdır. Onda biz baxaq burada bizə nə verilibdir. Səthinin sahəsi dediyi üçün tam səthi tapılmalıdır. Düz üçbucaqlı prizmanın baxın oturacağı
Üçbucaqdır. Üçbucağın sahəsini tapaq. S oturacaq bərabərdir. 2-də 1 vurulsun. Tərəf vurulsun hündürlük. Tərəf 6'dır. Tərəfə çəkilən hündürlük də 4. Oldu 12. S yan səthin sahəsinə baxaq. Deməli, bir üzü budur bu hissə. Düzbucaqlı formasında. Deməli, bunun eni uzunluğu 5 vurulsun 15. Üstə gəl. Bunun digər tərəfi də, bu arxa hissədə bizim görmədiyimiz digər tərəfi də 15 vurulsun 5'dir. Üstə gəl, bir də aşağı hissəsi var. Aşağıdakı hissənin sahəsi 6, eni 6'dır, uzunluğu da 15'dir. Bunun alt hissəsi 5 vurulsun 15. Daha doğrusu 6 vurulsun 15. O da bərabər olacaq 240 kvadrat santimetrə. İndi biz tam səthin tapaq. S tam bərabərdir 2S oturacaq. Üstə gəl S yan. O da bərabərdir 2 vur 12. Üstə gəl 240 bərabərdir 264. Biz tam səthin tapdıq 264. Amma bizə deyir ki, tam səthindən 10% əlavə. 10% əlavə dediyi üçün biz 264'ün üzərinə 264'ün 10%'ini gələcək. Yəni ona vurub 100'ə böləcəm. 264 üstə gəl 26,4. O da deməli edəcək 290,4 kvadrat santimetr. İndi bizə sual verir. 25 belə şokolatı bükmək üçün nə qədər kağız lazımdır? Onda 290,4'ü vuracaqsınız 25'ə. 7260 edəcək. 7260 kvadrat santimetr. Səhifə 92'ni həll etdik. Keçirik səhifə 93'ə. İndi səhifə 93'də düz üçbucaqlı prizmanın və silindrin həcminə aid olan tapşırıqlar olacaq. Silindrin həcmini tapmaq üçün və yaxud düz prizmanın həcmini tapmaq üçün oturacağın sahəsi vurulacaq hündürlüyə. Baxın, düsturunuz budur. Oturacağın sahəsi vurulacaq hündürlüyə. S oturacaqsa, oturacaqda olan fiqurdan asılıdır. Misal üçün birinciyə baxırıq. Birincidə bizə deyir düz prizmanın həcmini tapın. Birinci tapşırığın A bəndi. Baxın, düz prizmamızın oturacağı V bərabərdir. S oturacaq vurulsun H olacaq. Hündürlük. Bərabərdir. Deməli, oturacaq düz üçbucaq olduğu üçün 2'də 1 vurulsun, tərəf vurulsun hündürlük yazacağıq. Baxın, bu hündürlük üçbucağın hündürlüyüdür. Qarışdırmayın hündürlükləri. Bu da prizmanın hündürlüyü. Bərabərdir. Deməli, 2'də 1 vurulsun. Baxın, üçbucağın tərəfi neçədir? 5. 5 vurulsun. Hündürlüyü neçədir? 2. Vurulsun 2. Bəs bu prizmanın öz hündürlüyü neçədir? Öz hündürlüyü 4'dür. Vurulsun 4. 2 ilə 2 ixtisar gedir. 5'i 4'ə vurursunuz 20. İstəsəz birinci oturacağın sahəsini tapıb sonra prizmanın hündürlüyünə vura bilərsiniz. Birincinin cavabı oldu 20. Baxırıq B variantına. B variantında gəlin birinci oturacağı tapaq. Oturacaq üçbucaq olduğu üçün 2'də 1 vurulsun. Tərəf vurulsun hündürlük. Üçbucağın oturacağı 10'dur. Həmin tərəfə çəkilən hündürlük isə 6'dır. 6 ilə 2'ni ixtisar edirəm. Oturacağın cavabını tapıram 30. Prizmanın hündürlüyü isə 8'dir. V bərabərdir. S oturacaq vurulsun hündürlük. Yəni 30 vurulsun 8 edəcək 240. Keçirik C variantına. C variantında da yine oturacaq. Burada üçbucaq. S oturacaq. 2'də 1 vurulsun. Tərəf 4'dür. Həmin tərəfə çəkilən hündürlük də 6'dır. Baxın, tərəf 4'dür. Həmin tərəfə çəkilən hündürlük 6'dır. Edir 12. V bərabərdir. S oturacaq vurulsun. Prizmanın hündürlüyü. Prizmanın hündürlüyü budur. Baxın, H. Deməli, vururam ona. Edir 120. Sonra keçirik ikinci tapşırığa.
İkinci tapşırıqda prizmanın həcmi verilib. Bu dəfə nə istəyir bizdən? Oturacağın hündürlüyünü verib, oturacağın tərəfini istəyir bizdən. Deməli, V bərabərdir. S oturacaq vurulsun hündürlük. V verilib 180. Bu da prizmanın hündürlüyüdür. S oturacaq vurulsun 9. S oturacaq bərabərdir. 180'i bölürsünüz 9'a nedir? 20. S oturacaq 2'də 1 AH'dır da. 3 bucağın sahə düsturu. S oturacağı tapdıq 20. Tərəf yoxdur. Baxın, tərəf boş xanadır. Bilmirik nədir. H-da 5'dir. İndi biz bu tənliyi həll etməliyik. Deməli, nə edəcəyik? 5'i vururam 2'də 1'ə. Edir 2'də 5. Bu damanı tapmaq üçün 20'ni bölməlisiniz. Hasili bölməlisiniz məlum vuruğa. Yəni 20'ni vuracaqsınız 5'də 2'yə. Bu da edəcək 8. Cavab 8. B variantına baxırıq. B variantında deməli bu ikincinin A'sı idi. Yenə V bərabərdir. S oturacaq vurulsun hündürlük. Prizmanın həcmi 96'dır. S oturacaq yoxdur. Bu da onun öz hündürlüyüdür. Hündürlükdə 8'dir. Yenə vuruq tapmaq üçün hasili məlum vuruğa bölürük. S oturacaq 12 tapırıq. S oturacaq özü də bərabərdir. 2'də 1 vurulsun, tərəf vurulsun hündürlük. S oturacağımız 12. Tərəfimiz yoxdur. Hündürlüyümüz də verilib 4. 2 ixtisar edirəm 4 ilə. Deməli, damanı tapmaq üçün 12'ni böləcəm 2'yə. Bu da deyəcək 6. C variantında bu dəfə öz hündürlüyünü istəyir prizmanın. V bərabərdir. S oturacaq vurulsun hündürlük. V'miz 45. S oturacağı tapaq. S oturacaq bərabərdir. 2'də 1 vurulsun tərəf 6. Tərəfə çəkilən hündürlük 3. Etdi 9. S oturacağın yerinə gətirib burada 9 yazıram. Hündürlükdə, yəni bu dama hündürlükdür. Dama da qoya bilərəm. Damanı da tapmaq üçün 45'i böləcəm 9'a edəcək 5. D variantına baxırıq. D variantında V bərabərdir. S oturacaq vurulsun H düsturuna görə. Yenə oturacağın hündürlüyünü bizə verməyib. Prizmanın öz hündürlüyü 6'dır. V də bərabərdir. 198 verilibdir. S oturacağı tapanda 198'i böləcəm 6'ya. Edəcək 33. S oturacağın düsturunu yazıram. 2'də 1 vurulsun, tərəf vurulsun hündürlük. Yəni 33 bərabərdir. 2'də 1 vurulsun, tərəf 11'dir. Hündürlük yoxdur, dama verib. 33 bərabərdir. 2'də 11 vurulsun dama. Damanı tapmaq üçün 33'ü böləcəksiniz 2'də 11'ə. Yəni 33'ü vuracaqsınız 11'də 2'yə. İxtisar edirsiniz, qalır 6. Deməli, dama 6'dır. Keçdik səhifə 94'ə. Burada silindirin həcmini tapacağıq. Silindirin həcmi də yenə S oturacaq vurulsun hündürlükdür. Oturacağı dairə olduğu üçün həmişə pi kvadratı vurulsun H olacaq. İndi 3-cü tapşırığa baxırıq. Silindirin həcmini tapmaq üçün görürsünüz, oturacağın sahəsini tapıb birinci. Sonra həcmi tapmaq üçün oturacağın sahəsini vurur silindirin hündürlüyünə. Bu hissə silindirin hündürlüyüdür. Bu isə radiusdur, çevrənin mərkəzindən çevrəyə qədər olan məsafə. A variantı ilə başlayırıq. 3-cü tapşırığın A variantı. Bizə radiusu verib 1.5 cm. Hündürlüyü də verib 2. V bərabərdir. S oturacaq vurulsun hündürlük. S oturacağı tapaq. S oturacaq bərabərdir. Pi vurulsun R'in kvadratı. Pi'nin də yerinə bizə deyir ki 3 qoy. Deməli 3 vurulsun 1,5'in kvadratı. 1,5'in kvadratı 2,25 eləyəcək. 2,25 də 3'ə vuranda edəcək 6,75.
Gətirib burada qoyuram yerinə. 6 tam %75 vurulsun 2. Onu da 2'ye vuranda edəcək 13,5. A variantının cavabı 13,5. B variantına baxırıq. B variantında bizə diametr verilibdir. Diametr 8'dir. Diametr 8'də radius tapmaq üçün diametri bölürük 2'ye. 8'i böləcəm 2'ye edəcək 4. Bunun hündürlüyü də 3'dür. İndi əvvəlcə S oturacağı tapaq. Pi r kvadratı. Pi vurulsun r'in kvadratı. Pi'nin yerinə 3 qoyuram. 3 vurulsun 4'ün kvadratı. 16 vurulsun 3 edəcək 48. V bərabərdir. S oturacaq vurulsun hündürlük. Yəni 48 vurulsun 3. 4 yazıram. 2 adı 144. Keçirik C variantına. Bu bizə verilən radiusdur. Bu da onun hündürlüyüdür. Radius bərabərdir 40'a. Hündürlüyü bərabərdir 52'ye. Birinci S oturacağı tapaq. Pi vurulsun r'in kvadratı. Pi'ye 3 verirəm. Deməli 16 vur 3 48, yanına da 2 dənə 0 qoyuram. Həcmi tapmaq üçün V bərabərdir. S oturacaq vurulsun hündürlük. 4800'ü vuracaqsınız 52'ye. Deməli 4852'ye vurulanda edəcək 249600. 249600. Keçirik C variantına. Yenə bizə verilən 60 radiusdur. Bu da hündürlükdür. D variantında deməli radiusumuz 60. Hündürlüyü 15. Dairənin sahəsini tapaq. Yəni S oturacağı. Pi vurulsun r kvadratı. Pi'ye də yenə dedik ki 3 verəcəyik. 3 vurulsun 60'ın kvadratı. Deməli 60'ın kvadratı edəcək 3600. 3'e də vurulanda edəcək 10800. V bərabərdir. S oturacaq. Vurulsun hündürlük. Artıq düstur təkrar yazmıram. Get-gedə əzbərləyəcəksiniz işlədikcə. Bu da edəcək 162.000. Bunun da cavabı 162.000. İndi baxırıq 4-cü tapşırığa. Silindrin həcmini verib bu dəfə hündürlüyünü istəyir. A variantı. A variantını görürsünüz silindir formasındadır. Silindir olduğunda bizə deyir. Həcmi verib V bərabərdir 3000 pi. Bu dəfə diametrdir 20 santimetr. Radiusu tapmaq üçün biz diametri bölürük 2'ye. 20 bölü 2 radiusumuz oldu 10 santimetr. Və hündürlüyü tapmalıyıq. H bərabərdir sual. Sual. V bərabərdir. S oturacaq vurulsun H. Əvvəlcə S oturacağı tapaq. S oturacaq. Pi'ye yenə deyir 3 ver. Demir. Pi vurulsun. R'imiz 10'dur. 10'un kvadratı. Bu edəcək 100 pi. İndi həcm düsturunda qoyuruq yerinə. Həcm 3000 pi'dir. S oturacaq 100 pi'dir. H tapmalıyıq. H'ı tapmaq üçün 3000 pi'ni hasili böləcəm vuruğa. Pi'lər gedir ixtisara. 2 dənə 0, 2 dənə 0 ixtisar edirəm. H edir 30. Keçirik B variantına. B variantında həcm verilib. V bərabərdir 376 pi. Yenə diametri verib 6. Radiusu tapmaq üçün diametri bölürəm 2'ye. 6 bölü 2 radiusumuz edir 3. Hündürlüyü tapmalıyam. V bərabərdir. S oturacaq vurulsun hündürlük. S oturacaq tapaq. S oturacaq pi vurulsun r'in kvadratıdır. Yəni pi vurulsun 3'ün kvadratı. Bu edir 9 pi. Onda həcmimiz 376 pi'dir. S oturacağı 9 pi tapdıq. H'ı tapmaq üçün 376 pi'ni 9 pi'ye bölməliyəm. Pi'lər gedir. 376'nı da 9'a böləndə deməli tam şəkildə bölünməyəcək. 41 dəfə düşür. Qalıq da qalır 7. C variantına baxırıq. Diametri bizə verib 5. Radiusu tapmaq üçün diametri bölürəm 2'ye. 2,5. Buradan S oturacağı əvvəlcə tapıram. Pi vurulsun r'in kvadratı. 6 tam %25 pi'dir. Həcmi mənə verib 15 pi.
V bərabərdir S oturacaq vurulsun hündürlük. Hündürlüyü tapmaq üçün V'ni böləcəyik S oturacaq. Yəni 15 pi bölünsün 6,25 pi. Pi'lər gedir. Məxrəc və sürəti vurursunuz 100'ə. Edir 1500. Aşağıda da 625. Deməli 1500 də 625'ə böləndə əvvəlcə gəlin 25'ə ixtisar edək. Bunu 25'ə ixtisar edəndə 60. Burada da 25. 5'ə ixtisar etsəm burada qalır 5. Burada da qalır 12. 12'ni də 5'ə böləndə 2,4. Keçək D variantına. Yenə bizə diametr verilibdir. Mərkəzdən keçən vətər. Diametr 24 isə radius diametrin yarısıdır. 24'ü böləcəksiniz 2'yə, edəcək 12. Onda S oturacağı tapaq. Pi vurulsun R'in kvadratı. Yəni pi vurulsun 12'nin kvadratı. Edəcək 144 pi. V bərabərdir S oturacaq vurulsun hündürlük. V'ni sizə verib 11520 pi. S oturacağı tapdıq 144 pi. H'ı tapanda 11520 pi'ni böləcəksiniz 144 pi'yə. Pi'lər gedir ixtisara. 11520'ni də 144'ə böləndə tam bölünür 144'ə. Cavabınız edəcək 80. Keçirik 5-ci məsələyə. Bizə deyir ki, anar və aydın şəkildəki düzbucağı formasında kağızı silindir formasında bükdülər və oturacaqları kağızla örtdülər. Burada bizə şəkildə göstərir. Kimin düzəltdiyi silindrin həcmi çox olar. Deməli, baxın, burada Aynurun bükdüyündə bu 20 olub hündürlük. Burada H bərabərdir 20. Bu 25'də olub diametr. Bu 25 burada çevrə formasında olacaq. Yəni çevrənin uzunluğu olacaq 25. Silindirin hündürlüyü də 20'dir. Bizə lazımdır həcm tapmaq üçün S oturacaq. S oturacağı tapmaq üçün radius tapmaq. Çevrənin uzunluğu 2 pi r'dir. Buradan radius tapsaq çevrənin uzunluğunu 2 pi'yə bölməliyik. Yəni 25'i bölməliyəm 2 pi'yə. 25'i 2'yə böləndə edəcək 12,5. Məxrəcdə də pi. Bu şəkildə saxlayırıq bunu. Bu Aynur olsun. Aynur. İndi həcmi tapmaq üçün S oturacaq da bərabərdir. Pi vurulsun R'in kvadratı. Pi vurulsun 12,5'in kvadratı və pi'nin kvadratı. Onda yəni belə deyək də bu R'in kvadratı pi vurulsun 12,5'in kvadratı 12,5 vurulsun 12,5'dir. Pi kvadratda pi vurulsun pi'dir. Pi'nin biri ixtisar gedir. 12,5'in kvadratı edəcək 156 tam %25 bölünsün pi. Bu şəkildə saxlayıram. İndi V bərabərdir S oturacaq vurulsun hündürlük. Yəni 156 tam %25 böl pi vurulsun. H'ımız da 20'dir. Bunu da 20'yə vuranda edəcək 3125 bölünsün pi. Hələ ki bu şəkildə saxlayıram. İndi anarı yazıram. Anar. Demək burada diametr olacaq. Baxın bu 20 uzunluğu olacaq. H'da bu dəfə 25 olacaq. Anarda H bərabərdir 25. Bu hissə dairə formada burada olacaq. Burada yəni dairənin uzunluğu olacaq 20. Uzunluq düsturu 2 pi vurulsun R'dir. Buradan R'i tapmaq üçün C'ni bölməliyəm 2 pi'yə. Yəni 20'ni böləcəm 2 pi'yə. 20 ilə 2'ni ixtisar edirəm. 10 bölünsün pi. İndi S oturacaq da bərabərdir. Pi vurulsun R'in kvadratı. Yəni pi vurulsun R'in kvadratı 10 bölünsün pi'nin kvadratı yazıram. 10'un kvadratı 10 vurun. Pi'nin kvadratı pi vurulsun pi'dir. Pi'nin birini ixtisar edirəm. Deməli olur 100 bölünsün pi.
V də bərabərdir S oturacaq vurulsun hündürlüyü. S oturacaq 100 bölünsün pi oldu. Hündürlük də 25. Edəcək 2500 bölünsün pi. Deməli, hansının həcmi çox olar? Birinin həcmi, baxın budur, 3125 bölünsün pi. Bu aynurdur. Anarda da 2500 bölünsün pi oldu. Demək, burada kalkulatordan istifadə edə bilərsiniz, etməyə də bilərsiniz. Edək 3125'i bölürəm pi'yə. Demək, etsək olacaq burada 994, 71, 8 və s. Burada da 2500 bölünsün pi, 795, 4 və s. Məlumdur ki, bu böyükdür. Siz bilirsiniz ki, məxrəclər bərabər olanda sürəti böyük olan böyük olur. Yəni 3125 böyük olacaqdı. Burada da kalkulatordan istifadə edib pi ədədinə bölsəz yenə eyni cavabı alacaqdınız. Hansının düzəltdiyin həcmi çox olar? Cavabımız aynur. Sonra bizə deyir ki, kağız hansı formada olsa hər iki silindrin həcmi bərabər olar. Təbii ki, kvadrat formasında olsa. Keçirik 6-cı məsələyə. 6-da bizə deyir ki, əyləncə parkında uşaqlar üçün taxtadan düz üçbucaqlı prizma formasında oyun yeri düzəltdilər. Oyun yerinin içərisi silindir formasında hazırlandı. Taxta ilə örtülmüş hissənin həcmi nə qədərdir? Deməli, biz düz üçbucaqlı prizmanın həcmini tapmalıyıq. Həcmi bərabərdir. S oturacaq vurulsun hündürlük. Oturacağı da üçbucaqdır. S oturacağı tapmaq üçün 2'də 1 vurulsun, tərəf vurulsun hündürlük düsturundan istifadə edəcəyik. Tərəfimiz 200'dür. Həmin tərəfə çəkilən hündürlükdə baxın buradan göstərilib 180. Vuracam 180'ə. İxtisar edirəm. Edir 18.000. Oturacağın sayısını tapdım. Vuracam. Bunun öz hündürlüyünə baxın. Bunun öz hündürlüyü 100'dür. 18.000'i vuracam 100'ə. O da edəcək 'Oyun yerinin həcmini tapdıq. İndi silindrin həcmini tapaq və silindir. Burada da bilirsiniz ki, S oturacaq vurulsun hündürlükdür. S oturacaq pi vurulsun R'in kvadratıdır. Pi'ni bizə 3 veribdir. Və baxırıq ki, burada baxın dairənin diametrini sizə 100 verib. D bərabərdirsə 100'ə. R bərabərdir D bölünsün 2. 100'ü böləcəksiniz 2 edəcək 50. Pi'ni vuracaqsınız 50'nin kvadratına, yəni 3'ü vuracaqsınız 2500'ə. 2500'ü 3'ə vuranda edəcək 7500. İndi S oturacaq oldu 7500 vurulsun. Həmin silindirin hündürlüyü baxın bu 100'dür. Bunun da həcmi oldu 7500. İndi biz prizmanın öz həcmindən silindrin həcmini çıxacağıq ki, taxta ilə örtülmüş hissənin həcmini tapaq. Demək, burada 1, 2, 3, 4, 5 dənə sıfır var. Çıxılsın 750.000 bərabərdir. Deməli 1.800.000'dən çıxırıq 750.000'i. Bu da edəcək 1.050.000. Cavabımızı buradan qeyd edirik. 1.050.000 həcm olduğu üçün kub santimetr. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.